أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولا سيما بقية الله في الأرضين. Allah Müteal ve azamətli Peyğəmbərimiz, imamlarımız ibadətlərə heyrətli asar zikr eləyiblər. Nəzr oluyub biz bu asara yetişmiyor. Allah Müteal sərahətən deyə əgər imanın iman olsa, mələklər sənə nazil olar. İnnellezîne qalu Rabbunallah thumma istaqamu tetenezzalu aleyhimul melaike Allah tekhafu ve la tahzenu. Əgər birdən istiqamətin oldu dedin, Rəbb istiqamətin oldu. Yəni dedin, Xudaya mənə tərbiyyət eləyən sənsən. Mənim qiyafam ana rəhmində çəkilib. Amma ruhumun təsvirin sən çək. Ona deyərlər Rəbb. Özü tapşırma sənin qiyafı, kanalay, mahvarayı çəkə. Özü tapşırma müstəhsən saytılar sənin qiyafı çəkə. Özü tapşırma rişviyə, harama ki, məvad surət-i bərzəxidir, bunlar hamısı bərzəxdə, bunlar sənə qiyafə düzəldəcək. Bu malı ki, rakid eləysən, bu malı ki, camid saxlaysan, bu malı ki, sıfırları düzeysən, bancıda saxlaysan ki, bunlar hamısı haramdır bizim dilimizdə. Kənz eləmək olmaz. Allah Müteal onları ki, pılı kənz eləylər, onlara bir əzab deyib, heç bir müsibətə, günahanı deməyib. Bunlar hamısı qiyafə düzəldəcəklər. Əgər dedin, İnnellezîne qalu Rabbunallah, Allah'ın o güzel adlarının biri kələmi Rəbb idi. Allah Müteala rububiyyəti ilə çağırasan, özü sənin tərbiyyəti toliyyət eləyə. Nə iş görərsən toliyyət eləyə? Salih ol. Və hava yetevəlla salihin. Allah biri və ənləv istəqamu alət tariqətil əskəynəhum ma ən qədəqa. Əgər istiqamətin olsa düzlükdə, təmizlikdə, əyri olmadın, əyri əlin olmadı, əyri gözün olmadı, əyri qulağın olmadı, əyri fikrin olmadı, Allah biri su yağdıracaq başıva. Sudan murad elmidir. Ləskəynəhum ma ən qədəqa. Yuxuda da görsün suyu elmidir, sütü görsün hikmətdir. Allah Müteal Kur'an'da sarahaten dey və mən cahadə fînâ lenəhdiyennəhum subulənâ. Əgər birdən mücahidət elədin, nəfsidir haramı səndən istəyiş, fəvaran elək şəhvət, fəvaran elək qüvvə qəzəb, bunları mahar elədin, nə qədər yol qabaq və mən açacağım. Mənim ustadım aymiyanəci deyərdi, ustada ehtiyac yoxdur. Şema günah nəkonid, rah neşunetun midən. Sən günah eləmə, qoy yolu görsəsinlər. İstidlal eləydi bu rivayətə. Hər kəs bir eybin islah eləsə, Allah 10 eybin görsədər. Hər kəs 10 eybin islah eləsə, Allah 100 eybin görsədər. Ondan sonra yol açılar, can xalis olar. Bu canın əyarı qalxar yuxarıya. Necə qızılın əyarı var? İnsanların canının da əyarı var. Bəzi insanın canı gəpdir, gəp. Heç xulusu yoxdur. Tamam, gəp. Belə sən birinin evini yıxasan, bir sikəni satıb, gəp çıxıbdır. İnsanlar da o cürdür. Boşdur içərisi, ülül albabdır. Allah deyir, ülül albabdan danışır. İnnə fî zâlikə lə'âyə li'ülül albab ya limən kânə lehu qalbun və hava şəhid. O adamlara deyir, mən söz danışıyorum ki, qəlbi var. Bəzi adamın qəlbi yoxdur ki. Qəlb mərkəz ehsasdır, mərkəz əvatifdir. Oruçluqda ki, atifən olmadı, cinsi cizdət, qoy görüm qiymət neçəyə qalxacaq. Vay, 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 vay. Başı belalıdır, bu aləm vırağandır, sər belə. Ançınan germəst, bazar mükafat əməl, دیگر روشن بود هر روز روز محشر است. حضرت شیعتون الملائکت خدامنا و خدام şiatena. Eğer işi düz enzam verdin, ibadeti düz yerine getirdin, murakabetin düz oldu, melekçeler sana ular hadim. Beni olmuyor, dışarıdan ayıptı, ay buruzurdu buraya, o zaman için ben buruzurdudaydım, bir şeyler bize değdiler, bir şeyler bize işideydik, merziyet aldı elimden. Oldum sarraf, bundan pul alam, ona pul verem. Yani nefsi üzürdü ki, eğer boşladın, nece ayran yaşı boşladın çürüyecek, nefsi de olur çürüyer.
Aşçı sürüdü töhcələ. Can sürüdü bastır. Quyla. Rivayette var herkesin 2 günü musavi ola. Artımı olmuyor. Cibinden xəşdiyə. Bazarı te cibinden xəşdəsə görsə bu dükan bir şey çıxartmayı nə qayrar. Saçar dükanı bağlar. Hazretleri o ki artırmək hey rube nüksandı. Hazretleri felmotu xeyrun lehu min hayatı. Torpağın altında olsa behterdi. Ta torpağın üstünde ola. Asari Amirza Cavad Qəməli Təbrizi buraya mən bir adam tanıyam ki mələklər onu gəlib bir ləfzil ağa namazı şəbə qalxız eylər. Allah Quran dedi tətənəzzəl aleyhimul mələikə bir ləfzil ağa. Asarı vardı bu ibadətləri. Heyrət haber asarları vardı rivayetlerde. Hazretleri 40 gün ihlas eləsin. Əgər mən əxləsə lillahi 40 sabahan 40 gün ihlasın olsa Faccerallahu Teala yenabiyel hikme min kalbihi lisanı. Kalbinden dilini hey hikmeti yağdırar. Bəli, indi bizim müşkülümüz nədir? Müşkül budur ki, bu ubudiyyətə qatqı qarışır, nəcasət qarışır, fazla qarışır. O gəlir asarı tamam xunsa eləyir. Həbt olay əməl. Bir dənə bir fikirlə, bir arzuyla 40 illik əməl həbt oldu. Bir kələmə ağzına getdi, mabeynə səma evvel arz suqut elədi. Hazreti İsa, Hazreti Yahya hədd cari eləyirlər bir nəfər zinakara. Bunu quylamışdılar torpağa. Hazreti Yahya gəldi, dizi üstə əyləşdi qabağında. Dedi, məni muizə elə. Gör kimə deyim, məni muizə elə. Dedi, ya Yahya, la tuznib. Fəyni əznəbtu fəsəkəttu indəllah. Günah eləmə, Allah'a isyan eləmə. Allah'ın dükanında qabağı açma, dükanı açma. Həyasızlıq eləmə, ədəbsizlik eləmə. Mən ədəbsizlik elədim Allah'ın qabağında, Allah'ın gözündən sakit oldum. Gör nə qəşəng danışıb, deməyəcəyəm cəhənnəmə. Cəhənnəm budur. Allah sənə Allah nə gözlə baxır? Heç bu dəğdəğə səndə var. Sübdən axşama bir ləhzə bu görə səni boşlamıyor. Ki alan Allah nə gözlə mənə baxır? Heç deyirsən ki ilahi leytə şeiri. Bu ayın şəhididir ya. İlahi leytə şeiri. Ənadırın eləyyə fi xəlavati. Əmmə uradın ənni. Allah Allah. Ey kəş üleydim mənə nə gözlə baxırsan? Rabi deyim mən rəhbədə yatmışdım amma yatmamışdım. Gözümü yummuştum. Əmir Aleyhisselam'a baxaydım. Bir ləzzət aparam bunun gecəsindən, ibadətindən, ubudiyyətindən. Yətəməlməl təməlməl səlim. İlan vuran kimin qıvrılı. Ona bir baxam. Bəlkə məndə də bir əsər qoya. Gördüm ki, Çinindən əmlə qədər yeməli yaparıbdı füqəraya. Ki bu şəhərdə birdən biri acı olar. Mən tox olam. Və həsbükə daən ən təbitə bebetnətin. Hazretleri məriz olmaqda bu bəs. Sən mərizsən. Dövründə ac olarsan, tox yatasan. Və həsbükə daən ən təbitə bebetnətin və halükə əhkbadun təhinnu iləl qiddi. Dövründə bir adamlar var ki, arzulayıb o heyvanın dərisi olaydı, o dərini yeydi. Hazretleri sən mərizsən, sən naqissən. Ahirete de naqis vardı olacaksın. Peygamberimiz burada benim ümmetim 10 sinfidi məhşərə vardı olanda bir sinfi adam şəklindedir. Yevme te'atune affaca Sure-i bəli əmmə yətesâalunda bax. Məcmə'ül beyanda rivayetine bak. Nəxədə vəhşətlidir. Ora Allah göstərməsin adam şəklində gəlmədin. Allah hər nəyi adama verir. Her neyi adama vereyim. İnsan vasfidir. İnsan ismidir, vasfidir. Şəklidir, mühtevadır. Adam. Adamlıq polisrattır. As-suretül insaniyyə hiyel cüstül memdud beynel cenneti ve nar. Beyni cenneti ve nar bir tane çörpü var. İsteysen çörpüden soğuşasan ki, gara soğuşasan. O çörpü, hansı çörpüdür? İnsaniyet çörpüsüdür. Bir Decale çörpüden soruşa Kəlbərgil xatif. Bərg necə soğuşlar o cür soğuşur. Hamı heyrətdə qalır. Bunlar kim imişlər? Bu cür soğuşdular. Rağa Resulullah buyurdu Kəlbərgil xatif soğuşacaqlar. Dedilər ya Resulullah bunlar ənbiyadır. Dedi yox. Dedilər ya Resulullah bunlar şəhədadır. Dedi yox. Ya Resulullah bunlar oliyadır. Dedi yox.
Dediler ya Resulullah bunlar kim idi bu cür kelbergil hatır soğuştu? Hazreti dedi bunlar bir insanlardılar. Allah bunların eliyle cemaatin müşriğini halleleydi. Hazretlerin beraber deyleydi, abırların hifzeleydi, yüreklerin şad eleydi. İstiyorsan burada salim yaşayıp salim buradan çıkarsan hünerdi. Böyük hüner budur. Çinecür salim yaşayasan buradan çıkanda hitap sanacılar ya eyyetühen nefsul mutmainne. Bundan böyle midal olar. Allah senden bu cür danışa. Üzün çöre sana. Seni saya. Allah Kur'an'da buraya ben bir kitap nazil etmişim. İnna enzelna ileykum kitaben fihi zikrukum. Sizi kitapta ben zikrelemişim. Kur'an gâbe tesirdir. Hem insana hem Allah'a. Emir Aleyhisselam buraya Allah'ı istiyorsan tamaşa ediyorsan Kur'an'a müracaat eyle. Ve insanı istiyorsan tamaşa ediyorsan. Gör Kur'an'da insanı ne kadar hesap açıp hey başına fırranı, cah məsəl gətir, min külli məsəl. Allah buraya məsəl qayımladı, mən gətdim. Tarix gətirək, Kur'an gətirək, istidlal gətirək, qissə-i ənbiyanı gətirək, təcrübələri gətirək, ovsafından danışək, rəhmətindən danışək, qahi tətmiq elək, qahi təşviq elək, qahi təhdid elək. Qutiləl insanu məv akfara, min əyyi şeyin xaləqə, min nutfə xaləqəhu fəqəddərə, sümməs-səbilə yəssərə, sümmə əmavtəhu fəəqvərə. Tamam tarihçesini evvelden akla yazdı. Bir cümlede. Şimdi diyor öyle bir şehir deyip ki dünya bir tane defterdi evveli ahırı düşüp. Evveli de belledi, ahırı da belledi. Sen yol itiripsen. Allah-u Teala bu defteri hilgeti evvel ahırın geçe açıp orada hardan başlanıp harda katım olacak. Orada senin başıma fırlanı, hey başıma fırlanı. Orada adam deyir, Xudaya ben kime? Hey benim dövreme fırlanıysan. Böyle haris. Ki bu dünyadan bu küfrlə getməyə. Və la yerzalı ibadihil küfr. Nə ayədi, nə ayədi. Allah buraya mən razı deyirəm bəndən küfrlə yaşaya, küfrlə dünyadan gedə. Pəs belə sənə hesab açıb, məlumdur ki, bir gündə ət döyürsən, sümük döyürsən sən. Nasır işlət, şəha ki həmrav həst, خانکان را که از خداگاه هست پشت این کوه قرص خورشید است زیر این ابر زهره و ماه هست یوسفی در میان این çağ هست Cemal buradadır, gevheri der miyanı seng است Kızıl buradadır. İnsanlar ennâsü me'adünü ke me'adünü zâbe vel fizzâ. Peygamberimiz dedi insan dedicün yani kızıl gümüş çanı. Bu kızılı çat çıkart. Ruzmerreciye düşme. Lezzat-ı mektaiye düşme. Lezzat-ı üzviye düşme. Cüziyatı gayri kasıf ve gayri mükteseblen ömrü hazaf eleme. Malumdur ki burada böyle bir hancame var ki Allah burada özün durup tarifleyip böyle kainat burada özün tarifleyip deyip fetebarakallah ahsenul haligi. Ya bu kızıl yaparsan qəbirstanlıqda dəfn eləysən ahırı ne oldu? Süfrə oldu qarışqalara. Ahırı bu cür olaydı ha. Qələmrö hissün ahırı bombastı bunu bil. Göz işten düşecek, kulak işten düşecek. Senan mekon ki eğer rah his فرو بندند تو خویشتن همه یک باره کور و کریابی. Allah diyecek beni niye çor getirsen meşere? Fakat kuntu basire ala gözlerim vardı bir tabiri Hacı İsmail Ağa müfessiri diye Allah rahmet eylesin. Ala gözlerim vardı beni çor niye getirsen meşere? Allah diyecek gözü almamışam ki senin ama o göz buranın derdine değmez. Oranın derdine, dünyanın derdine değer. Alan gece olsun çıraqları keçid mən görmərəm ki. Ahirette çıraq vardı. Gün vardı. İzə şəmsi kuvvərət və izən nücumun kədərət zülmət-i məhz. Əlin çıxardı, əlin görməyik. İzə əxrəcə yədəhu ləm yəkəd yaraha. Allah, Allah, Allah. Işıqlıq buradadır. Bu ki evdə isar elədün ha, dinmədün. Buna deyərlər ışıqlıq. Dinlənmə. Eğer bir kelime diyesen, bileysen danışsın bir yere çatmayacak, haramdır danışırsan. Ona diyelim mira, mira haramdır, danışma. Danışsın, günaha düşüpsen. Danışsın, adaletten düşüpsen. Ayşe'de dedi, Asya Demede ve Kumsari'den sual soruşardı, cevap diyerdi. O sualı bir de kankaş eləyəndə, bir de sual eləyəndə düzdün belen düz dayanardı. Bir sual soruşup cevap deyip, cevabında irad istedi, dinmeydi, belə dayanıydı. Dedi, ağa bir cavab dedi,
dedi میترسم مرا بشود. تقوایه بخواه. میترسم مرا بشود. میترسم. Gör harda biz bu marifeti tapabildik. Bahsi siyaseti danıştın bir yere çatmayacak. Danışma. Danıştın Çin'e düzelecek. Evde zerribəsidir, nıq-nıqdır. Bir kelime desin, o bir kelime diyecek. Bileysen de bir yere çatmayacak. Hiç dinme, özü sındır. Bu sındırmak rıfattir. Utlubur raf'ate indallah. Allah'ın yanında bir makam var, adına diyorlar rıfat. Hazreti de rıfatı aktarın. Dediler ya Resulallah, ona haddan çatmak olar. Hazreti de en ta'fu ve ammen zelemek ve tesile men qata'ak ve tu'ti men haramek. O ki sana zulmeleyip affele. O ki sileyip getiripsen vaslele. O ki vermeyipsen ver. La tudaku vaznen bi vaznin. Bir-birinizden miskal hesap çəkmə. O belə elə, mən də belə eləyəcəm. O belə dedi, mən də bu. Bunlar hamısı uşaq vəsfidir. Körpə qalarsan, körpə gedərsən buradan. Ağa Resulullah Allah Meyraçda dedi, ya Ahmet, la tekun kəssəbi. Ya Ahmet, la tekun kəssəbi. Uşaq olma. Ama da dünyada uşaq olasan. Uşaq nə? Uşaq bərbəzətdən, rəhdən xoşu gələr. Hiclə zifaf düzəldi. Hiclə zifaf had. Ola beydə ola zifafa ola ki, Rabbatul Hical. Əmir Aleyhisselam bir dənə adı qoyu, Kuf əhlinin adını qoyu, Rabbatul Hical. Hiclə zifaf düzəldən. Bu evdə nə düzəldirsən? Bir dənə nümaşqa yox ki, sənin evin. Ey bərbəzə, ey bərbəzə, ey bərbəzə. Ravi de getdim, gördüm Əmir Aleyhisselamın evində heç zat yox dedim. Ağa ben əsasiyani. Dedi biz əsasiyemizi qabaqdan yollamışıq. Əmir Əli Peyğəmbərimizə xurma getdilər. Dedi get evdən bir dənə boş qap getdi. Gəldi evə hər yerə baxdı gördü. Məscid kimindir ev? Vələkum fi Resulillah üsvetun həsənə. Bismillah ra hazin است. Hər ki dərəd əzmərə. Sən Peyğəmbərə oxşuyorsan. Dedi bu pərdə rəhli pərdəni götür gözümün qabağından. Hanımına dedi bu rəhli pərdəni görəndə dünya yadıma düşəcək. İstəməyəm dünya yadımda ola, hələ yadımda ola. İndi sən çəkirsən, yığırsan dünyanı, mal-ı rakidə təbdil eləyirsən, cəmaatın azıqəsin. Nədir bu gedirsən dolara tərəf? Allaha and olsun başı bəlalit. Ayrı yerlə kalahay sərmayə, digərlə gedir sərmayə, ərzişin malısını saxla. Mən deməyəm ərzişini saxlama. Ama görürsən ki, mərdimin süfrəsinə, çörəyinə, zindəcisinə, dolanışına əsər qoyu bu. Dedi ya Ahmet, la tekun kəssəbi. Peyğəmbər Allah Meyraçda dedi ya Ahmet, heç vaxt demədi ya Muhammed. Yerdə deyərlər bizim Peyğəmbərimizə Muhammed, gövdə deyərlər Ahmet. Şu yerde Allah peygambere dedi, acayip peygambersen, acayip peygambersen, acayip peygambersen. Ve allemeke ma lam tekun ta'lem ve kâne fazlullahu aleyke azîmâ. Acayip. Hey Allah peygamber tarifli, hey tarifli. O da ismi məhful getdi. Peygamberin adı oldu Muhammed. Yani hamı hamd eləyir bu şahsiyeti. Hamı hamd eləyir yeryüzünde. Ama Meyraca gedəndə Peygamber gördü acayip ayələr var. Acayip ayəviyyətlər var. Bu sefer Peygamber başladı. Heydi bəh Xudaya. Acayip xaliqmişsən. Acayip qüdrətin varmış. Acayip tədbirin varmış. Acayip cemalın varmış. Ahmet isim failden əfəli təfsilli bir mənayı faili. Bu sefer Peygamber dil açıbdı. Hey. Orada oldu Ahmet, burada oldu Muhammed. İndi üç şey lazımdı burada sen sağlam çıkarsan dönem başladık söz uzun oldu. Evvelimizi şey için lazımdı ki burada dikkat eləyəsən ona gör səni sabah nəylə tutacaklar. Onu fikirləş. Onu fikirləş, burada istiğfarı de tapşır Allah'a. Ver Allah'a. Deyən Allah'ım mənə orada qaytar. İmam Hüseyin ağanın ziyarətnaməsinin birində var. Ki Xudaya bu ziyarətnaməni sənə tapşırıyam. Filan vaxt mənə qaytar. Əmanət Xudaya.
Allah'ın emaneti. Necə Allah bize emanet verip, sen de Allah'a emanet ver. Allah'ın ne kadar emaneti var burada bizim elimizde. Uşaq emanetdir. Uşağı niye koydun? Gedə bir şəxslər ilə gəzə ki, sabahları ixtiyar sənin əlindən çıxar. Ev əhli Allah'ın emanetidir. Şəb-i zifaf ne oxuysan dua? Şəb-i zifaf müstəhəbbidir. Xanımın alnının tükünə əli qoyasan, bir əli də qalxızasan güvə. Deyəsən, ilahi be əmanətikə əxəstuha. Allah bu xanımı dədəsindən almadım, nənəsindən almadım, sənin əlindən aldım və əmanət aldım və bu əmanəti gərək qaytarəm və əmanətdən məndən sual eləyəcəksən. Xiyanət və əmanət. Gör nə qədər təkrim qail olub Allah xanıma, ondan dediyim mərd salarıdır. Adın qoyduğu əmanətullah, Allahın əmanəti sənin əlində. İndi əvvəl mincisi budur ki, hardan mümkündür səni ilişdirələr ahirətdə. Onu özün burada diqqət elə ki, iki dənə diyor mühümmi ki, mən onu burada bəhs eləyəcək. Əvvəlisi insanı dilidir, dil giriftar eləyəcək insanı. Sübh ki oldu, sübh olanda bu dil döner bu əzab-ı cavarihə deyər. Ya necəsiz, nətərsiniz, halınız necədir? Deyərlər sən qoysun rahat ol. Dilə deyərlər. Dil buzurdur. Səğirul zirmidir, əzimul cürmidir. Yəni bir tikə kündə ətli bir tikə. Amma bu ət tərpəndi. Elə bilirsən söz havada çıxdı, məxaric hurufdan söz kəsildi, havaya dağıldı, qutardı, çıxdı, getdi. Hamısı bunlar gələcək özünə tərəf. Tamam əməl gələcək özünə tərəf. O deyir Allah deyil, hama kəsəbət. Demək hama əmələt. Demək əməl elədin, deyil kəsb elədin. Qeybət elədin, bir şey kəsb elədin. Töhmət böhtan vurdun, bir şey kəsb elədin. Evə haramı gətirdin, kəsb elədin. Qoşunu incitdin, kəsb elədin. İndi bu əvvəlmincisi. İkincisi budur ki, daha fürsət radio ünvanlarındayım bəs. İkincisi budur ki, fürsəti əldən vermə. Büyünü səhərə qoyma. Cəhənnəm əhlinin əksəri, qalibi, qışqırəyi təsvifdən. Təsvif, yəni sovfa eləmək. Bu işi öyrəcəyəm inşallah. Namaz qılacağım inşallah. O oruç tutda namaz qılayım. Allah'ın cazibesine kadar oruç tut hadi. Bu ihanettir Allah-u Teala. Sen fakat oruç tut da namaz kılasan. Benden sual eləyir ki, fakat oruç tut da namaz kılsam orucun batildir. O azametli Allah. Gözün gələ sataşa da heç yere bakmıyorsan. Temen yustim ve sahulillah ve hava muhsin fakat istemseke bil urvetil vuska. Allah'tan göz götürmek olar. Peygamber uzanmıştı. Ebu Zer geldi. İmtihan eləyəcək, yatıbdı, oyaqdı, işlənibdi. Bir çöpü məsələn sındırdı ki, imtihan eləyək Peygamberimiz gözünü açdı. Dedi ya Ebu Zer, bə bilməysən tənamı eynaya və la yanamı qəlbi. Gözüm yatır, qəlbim yatmır. Ayrılmaq olar, rivayətdə var. Günün nurin necə günə müttəsildir şaxey gündən, ruh-i mümin əşədd ittisaləndi Allah ondan. Bətər. Müminin ruhu özü müttəsildir. Yəni, hey qabağa getdikcə cazibə tutub, götürüb aparıb. Bilənsə, eləyə bilmək qəflət yaşıyor. Hər yerdə cəm içində var, insanlar qafildir. Amma bu qafil deyil. Ləm yüktəb binəl qafilin. Əmir Əleyhisselam bu deyil. Bu ikincisi çox mühüm idi. Bir tikə bir babda danışarım. Üçüncüsü də budur ki, ətəşi çoxadır. Ruzmərrəciyə düşmə. Hey, ateş çoxalacaq, bir qərarı çoxalacaq. Ateş çoxalacaq, bir qərarı çoxalacaq. Ahır bir cür bu qapını açacaqsan. Ondan sonra bərəqəlləhu laməun kəsirul bərq. Alan cedi evdə, yaz internetdə. Bərəqəlləhu laməun kəsirul bərq. Səni yaparacaq bir dənə xütbə-i irfani Əmir Əleyhisselama. Küllü ürəfai tarix heç biri onu danışa bilməyib. Həzat açıb orada. Ki seyri suluşda müvəffəq oldu, nə olacaq? Fəbərəqə ləhu bərqun laməun kəsirul bərq. Birdən bir işıq parıldayacaq. Kəsirul bərq tamam vücudu tutacaq. Olacaqsan nuraniyyət məhzə. Necə mələk nuraniyyət məhzədir? Sən də olacaqsan nuraniyyət məhzə. Əmir Əleyhisselam burada mahaldir. Birinin imanı kamil ola, hətta ərəfəni haqqə mərifəti bir nuraniyyə. Məgər ki, etiqadı bu ola ki, mən nuraniyyət məhziyəm. Nur məhz.
Bir dənə eyb tapa bilirsən Əmr İslamda. Allah nə cür acib bir xidmət eləyib bu günlər Əmr Əleyhissalama. Bir xidmət eləyib Allah. Bu günlər ay bir xidmət eləyib. Ay bir xidmət eləyib. Haqq bu cürdür. Ya mən əzhərəl cəmil. Gözəlliği bəy qoyar cizdənə. Nə iş görüb? Allah uydurubdur. Ərəbistan gətirib dönə film düzəldib. Qəhrəman Muaviyə. Muaviyə bir film düzəldiblər. Muaviyə kimdir? Allah'ın işinə bax. Oruçluqda da ki başlayıblar pəxşə. O gün içi başlayıblar. Üləma-i əhl-i sünnət, buzurgan-ı əhl-i sünnət bir şeylər Muaviyədən müntəşir eləyiblər. Bilməyən də bilib. Day nələr pəxş eləyirlər. Nələr çıxar deyirlər Muaviyənin əleyhinə. Orada cəmaat eləyir. Əmir Əleyhisselam necə məzlumumuş. Kimin əlində giriftarımış. Əhməd ibn Həmbəl götürə yazar ki, Muaviyə dünyadan gedəndə zərri imanı yoxdur. Da gör nə olar. Ay atan burada deyəmə sənə. Allah'ın işidir ya bu. Allah'ın əzir görübsən. Bəli. İndi Muaviyə gələ deyə ki, mən morusi eləyəm səltənəti. Peyğəmbər morusi eləmişdi. Bir deyə taxtırıysan. İmam Şafii de heç günah olmayan məcəd elə bu ola ki, gəldi morusi elədi. Xilafəti. Kimi özdə morusi eləyə? Yezid. Yeziddə valiyə Mədinə beyət alanda çıxdı ki, mənbərdə başladı Yeziddən danışa, Yezid elədi. Buna gəlin beyət eləyin. Əbu Bəkrin də oğlu orada, özü daiyə buydu ki, mən xəlifə gərək olam. Oradaydı ki, durdu etiraz elədi. Etiraz eləyəndə buna oydu Yezidi, xemmiri, sekkiri, nakölmə harimi cəmatın boynuna mindirəysən. Peyğəmbərin yerində eləşdirəysən. Vali gördü onu görə xarablıya. Dedi ay cəmaət, Quranda Ələddül Xisam ayəsi bunun. Ta bunu deyəndə Peyğəmbərin də hücrəsi o zaman pərdə ilə açılı idi. Məhcidə bir də gördülər Ayşə pərdəni çatdırır. Ağzının dibindən çıxanı dedi. Valiyə Mədinəyə. Yəni istəyirsən Yezdi götürüb hakimlik edəsən. Allah. Yezid neynər? Yezid gələr imam kuş olar da. Nə qədər Muaviyə demişdim, məbada Hüseynlə işin olar. Bunun qanı coşar ha. Bunu torpaqla qanın quylamaq olmaz ha. İmam Hüseyn Kərbəla gəndə 3 yerdə dedi. Dedi mənim qanım torpaq altında qalmaz. Necə ki o cür oldu. 20 milyon cəmaatı gətirib yığıb. 20 milyon. O qədər düşmənlər arzulayırlar Şeşə Yezid bu işi görməydi. Müftiyə Vahabi deyib, Hüseyin evində əyləşsəydi, onun salahı qiyamından çox idi. Niyə? Bidət bilə yaxın azadariləri bu ictimaatı. Şairi dindir. Dinin şovkətini görsədi. Heç din indiyə necər 20 milyon cəmaatı bir yerə yığa bilməyib. İslam da bunu yığıbdı. İslamın şovkətidir bu. Yığışdılar Kərbəlaya. Bir də gördülər ki, Seyyid-i Şühəda libası əvəz elədi, gəldi. Başına əmmamə-i Peyğəmbəri qoyub. Parça deyir abi əmmamə. Əmmamanı ki, yəni qoyub, yəni qüvvə-i dəmağiyyə Peyğəmbər bu kişinin vücudundadır. Əba-i Peyğəmbəri çininə salıb. Gəldi, amma əba altında bir şey var. Gəldi, dayandı, biraz keçdi də gördülər əbanın altında bir dənə Quranı çıxartdı. Quranı. Əmr Əleyhisselam da Quranı gətirdi, qoydu başına, dedi, Allah sən şahid ol, bu Quranda olanı məndən mən elədilər. Başıma Quranı qoyur sana, Qədir gecəsi. Quranla ehticac elədi. Ravi deyir, o qədər bizə yoxun idi, Quran vərəqlə nə idi, səsi bizə yetişirdi. Qurana baxmadılar. Quranla ehticac elə ya. Amma tərəf dönüb deyər, danış deyər ki, hesab başa düşməyəm. Kafirin sözü budur da Allah'a deyib, Quran qədər məndən danışırsa, hesab başa düşmədi. Bəli. Bir də gördü İmam Hüseyin, bir də getdi xeymələrə. Bir də libas Peyğəmbərlə gəldi. Libas Peyğəmbərlə gəlib, yəni rəzmə gəlməmişəm, cəngə gəlməmişəm. Bu səfər tamam ovza dəydi bir-birinə. Bir də gördülər, əbanın altından
Kur'anı satmadı. Süt əmər balanı satdı. Leysen İmam Hüseyin yalvarmaz diye şu vaxt. O kadar acibdi İmam Hüseyin'in izzeti. Dedi bürey, get sen su iste. Əli boş geldi. Dedi kardeş get sen su iste. Əli boş geldi. Özgürsen istemiş. Kasıb bir şey istəyəndə kağızını oxumazdı deyərdi hacətükə məqziyyə. Hacəti verdim. Deyərdi ağacan axı oxumadım ne yazıb deyərdi oxusam şəsli sınar. Yoxsula deyərdi ağzını açma. Yaz torpağa yaz. Torpağa yaz. Ki mənim ehtiyacım budur. Ya əlin çıxardardı qapıdan özü çıxmazdı ta gözü sataşmasın kasımın buna çişəni sına. Elə bir izzət diyağa indi qabağından ərzəllər yığışıblar. Gör nəzir olar. Ət-tuğat əlləam öz təbiridir. Tağilər, ləimlər, pəstlər, alsaqlar. İmam Hüseyin ağa burada da ağız açdı. İmam Hüseyin arzular ki, ey kaşiyələrim Kərbəlada olaydı, 3 şey görəydilər. Biri budur, keyfə əstəski, letifli, fəəbəv ən yərhəmuni. Nəl dilinə mən əskərə su istədim. Onu görəydilər. Çox çətin oldu. Çox çətin. Bir dənə bir təbir işlədim, sabalandan ağırdı. Əvvəl cümləsi bu oldu. Roza budur, arazi lazım vermək ki, roza oxusan. Dedim, monnu alabnil Mustafa. Allah səni yad verir o cümlənin hürmətinə. Allah bizi qəbul elə, Allah bizi qəbul elə. Monnu alabnil Mustafa. Bişərbətin töhyabəhə. Ətfaluna minəz-zaman. Gəlin mənim boynuma minnət qoy. Gəlin Peyğəmbərin balasının boynuna minnət qoy. Nə ilə? Bir şərbətin, bir qurtum suyla. Töhyabəhə, ətfaluna minəz-zaman. Bu uşaqlar hərəsi əlində bir can, biri qaçsayıb boyuna, biri qaçsayıb yana. Bu xeymədən o xeymiyə, bu xeymədən o xeymiyə. زان تشنگان هنوز و ایوک میرسد فریاد الاتش ز بیابان کرد. Susuzluq, ot tutub yanıydılar. Gördü, xəbər olmadı. Bu səfər laf ağır bir cümlə işlətdi. Laf ağırını işlətdi. Dedi, osqu hazər rəzir. Gəlin verim uşağı sizə, siz aparın. Özünüz uşağı sira belə. Ayılar ki, oruç tuturlar, işteysən, bir yerdəsən, teyit dodaqların quraya. Osku hazır rəzi. Çinə də xəbər olmadı. Bu səfər bir cümlə dedi, laf ağır hamısından. Unzuru keyfəyə tələzzə ətəşə. Bu uşaq da öləcək. Nə yaxsıdır buna suyu verəsiz, sonra bu uşaq canı bədəndən sağ. Baxın görün necə ot tutub yanayım uşaq. Amma bunu deyəndə leşkərə bir əsər qoydu. Buna dedi, o buna dedi. Dedi düz deyil. Bu uşağa niyə su verməyək? O buna dedi, bu ona dedi. Çölün heyvanları su içək. Nə olar bitikə uşağa su verək? Özünə su istəmək. Biz əgər özündən qorxuyor, özünə ki istəmək. Hey leşkər, nıq düşdü leşkərin içinə. Ömər Sət qorxdu. Qorxanda foran üzün sördü. Hərməliyə dedi, 2 tane niza alqom, davanı qutar. Daha bilmədi ki, dava qiyamət encən qutarmayacaq. 2 tane niza alqom, o məlun çox göçəhli kişiymiş. Göçəhlik səni allatmasın. Qız, xanım, 2 nəfər bətər göçəmiş. Biri Harun Ər-Rəşid imiş, ki imamın şəhadəti etirdi, bir də Hərbələ. Bəli, cəmal ürəkdə olar, cəmal əxlaqda olar, cəmal ədəbdə olar, fəhmi də olar. Fəhmi olsaydı, gəlib imamın qanın tökərdi. 3 dənə ox atıb o məlun, 3 dənə ox. Qiyamətə incən Əhl-i Beytin gözün ağlar qoyub. Bir dənə oxla vurdu Əbəlfəz ağanın mübarək gözünə. Bir dənə ox da vardı İmam Hüseynin düz qəlbinin başına. Bətər ox atarmış. Birində bu balı. Məlun döndü dedi. Dedi ki Ömər Sədə dedi, əlil valid, əmil vələd. Atanı vurum ya balanı vurum.
Deyirlər, əmdən əli əskəri vurda, tapsın ruhiyyəsini əldən verə. Cəng eləyə bilməyə. Mənim ustadım Roza budur ya. Mənim ustadım dedi, döndü dedi ki, Mərsəd, dedi, görməysən, balasunun boğazı nə cür işildi. İmam Hüseyin ağa ox deyəndən sonra o xədəm müvazib idi, bir gətirə, qan düşməyə yerə. Hey qanı götürəydi, səpəydi güvə, göydə müştəri idi, hamısını apardı. Əşhədü ənnə dəməkə qəd səkənə fil xuld. Hüseyin şəhadət veriyəm, sənin qanın xulduda getdi. Xəzinə oldu qaldı. Qoyma, biləydi o qan yerə düşsə nə olar. Qaldı avara, hara aparsın, xeymiyə geçsin, anası orada müntəzirdi. Meydanda qalsın, düşmən qabağıdır. Neynəsin orada? Burada təsəllaya asmanı gəldi. Hüseyin, bizim yanımızda buna süt verən var. Çox vaxı bəskərə yanma, məni yandırma Hüseyin. Qızı Qurbanı meydanda dolandırma Hüseyin. Fəinnə ləhu indənə murzəə. İmam-ı Sadiqadan soruşdu, kim süt verəcəkdi ona? Dedi, anam Zəhra. Yəni Zəhra gəlib Kərbala. Əla lənətullah. Allahümme salli ala Muhammedin və ali Muhammed. Xudaya ümid ilə əllərimizi dərgaha qalxızmışıq. Əli boş qaytarma. Bizlə fazlunla müamilə elə, ədlunla müamilə eləmə. Tarix boyu alitərin inayəti kimə halına şamil eləyibsən, ubudiyyətdə, mərifətdə, ehsanda, bərəkətdə Allah onu bizə mərhəmət elə. Xudaya sən yad verir izzət-ü cəlalə məmləkətimizə xas-ül-xas inayət elə. Muzalat iqtisadini özün həll elə. Allah bahalığı bərtərəf elə. Hər kəs hər yerdə giriftarda inayət elə. Mərizlərə şifa mərhəmət elə. Qəlbi sınıqlar, bu şey bimaristanda olanlar, evlərdə bəstəri olanlar, hamılarına xas-ül-xas inayət elə. Payımızı yoruşduqdan alitərin payı qərar ver. Balalarımızı fitəni axırət zamandan hifz elə. Tərbiyyətlərin özün toliyyət elə. Allah aləmi İslam'a inayət elə. Ay Allah oruçduğun günü suyu kəsiblər, suxtu kəsiblər, yeməği kəsiblər, tamam məbərləri bağlayıblar gəzdiyə. Biz nə cür oruç tutaq, nə cür sufa başında eləşək? 2 milyard müsəlman Xudaya baxıb bu müsibətə. Düşmən əmdən oruçduqda bizi naat eləyir. Səni advəlli oruçduğun hürmətinə, şəb-i qəddin hürmətinə, Quran-ı ki, oruçduğun ehtiramı Qurandan deyə Allah İsraili, Amerikanı, xar o zəlil o müzməhil elə. Ay Allah bəşəriyyəti bulan əlindən nicat mərhəmət elə. Müsəlmanlara izzət mərhəmət elə. Məqam-ı məzzəm rəhbəri tulu ömrü pərbərəkət ba izzət mərhəmət elə. Tamam izzətimiz şühədadəndir, şühədalarımızı gərigi rəhmət elə. Xanəvadi məzzəmi şühədaya, canbazlarımıza, azadələrimizə inayət elə. Xudaya zuhur Hazreti Vəliyyəsti bizim zamanımızda qərar ver. Be bərəkət salavat və Muhammed.